Salam değerli öğrenciler. Bugün matematikten yeni bir konu ile devam edirik. Bugünkü konumuz fonksiyonlar olacaq. Fonksiyon nədir? Əvvəl bu haqda biraz məlumat verək. 2 tane küməmiz olsun. Birinci küməmiz A küməsi olsun, ikinci küməmiz B küməsi olsun. Və bu iki kümənin bir takım elemanları olsun. Yəni A küməsinin elemanları olsun A, B, C, D və s. B küməsinin də elemanları olsun. Məsələn 1, 2, 3, 4. Və A küməsinin hər bir elemanını B küməsinə eşləyən, yəni əlaqələndirən bir şey var. Və o şeyin adı olsun F. Yəni bu F A-nı götürür 1'ə aparır. Və biz bunu bu şəkildə yazırıq. FA eşittir 1. B-ni də götürür 3'ə aparır. Bunu da yazırıq ki, FB eşittir 3. C'ni də götürür 4'ə aparır. FC eşittir 4. Ola bilsin ki, D'ni də götürsün 3'ə aparsın. Yəni belə bir şey ola bilər. FD də eşit olur 3'ə. İndi deyirsiniz ki, bu 2'yə heç kim gəlmədi. 2 boşda qaldı. Bu problem deyil. Belə bir şey ola bilər. Yəni B küməsində boşda eleman qala bilər, amma A küməsində boşda eleman qalmamalıdır. Gəlin A küməsinə qalxış küməsi deyək. B küməsinə də varış küməsi deyək. Yəni qalxış küməsində olan bütün elemanlar harasa getməlidir. Hara gedir getsin önəmli deyil. Əsas odur ki, qalxış küməsində boşda eleman qalmamalıdır. Harasa getməlidir. Amma varış küməsində boşda eleman qala bilər. Bunu daha yaxşı yadda saxlamaq üçün belə bir hekayə deyə bilərik. Təsəvvür edin, A küməsi insanlar küməsidir. Yəni A küməsində olan elemanlar hamısı insanlardır. B küməsində olan elemanlar isə otaqlardır. Və soyuq havadır. Soyuq havada insanları otaqlara yerləşdirməliyik. Yəni burada bizim funksiyamız soyuq havada insanları otaqlara yerləşdirməkdir. Məsələn, bu A elemanı ki var burada, bu olsun Ali. Dedik A küməsi insanlardan ibarətdir. A küməsində olan birinci eleman olsun məsələn Ali. Biz Alini nə etdik? Birinci otağa yerləşdirdik. Alini ikinci otağa da yerləşdirmək mümkün deyil. Yəni bir insan eyni vaxtda iki fərqli otaqda olması mümkün deyil. Ona görə belə bir şey görsəz, bax sorularda harda belə bir şey görsəz, bu fonksiyon olmur. Yəni bir insan eyni vaxtda iki otaqda olması mümkün deyil. Amma buna diqqət edin. İki insanın bir otaqda olması mümkündür. Yəni bu fonksiyon olur. Burada boşda elemanın qalması nə deməkdir? Yəni B küməsində boşda elemanın qalması o deməkdir ki, otaq boş qalıb. Yəni soyuq havada otaq boş qala bilər. Amma soyuq havada bir insanın çöldə qalması olmur. Ona görə burada boşda eleman qalması problem deyil. Çünki otaq boşda qala bilər. Otaq soyuq havada boş ola bilər. O problem deyil. Amma soyuq havada bizim funksiyamız insanları otaqlara yerləşdirməkdir deyə burada boşda eleman qalmamalıdır. Qalsa o fonksiyon sayılmır. Yəni bunu daha yaxşı yadda saxlamaq üçün dedim.
başqa hekayələr də demək olar buna aid, yadda saxlamaq üçün funksiyonu. İndi bu dediklərimizi kitablarda, sınavlarda olan sorulara tətbiq etməyi bacarmalıyıq. Yoxsa bu dediklərimizin bir mənası olmaz. Gəlin buna aid bir sorulara baxaq. Burada birinci suala baxaq. A küməsi verilib, B küməsi verilib. Dedik ki, A küməsində olan elemanlar insanlar olsun, B küməsində olan elemanlar da otaqlar olsun. Aşağıdakı bağıntılardan hangisi fonksiyondur? A variantına baxırıq. Dedi, bu kümə insanlar küməsidir. Yəni, burada birinci adam A otağına gedib, ikinci adam C otağına gedib. Amma üçüncü adam heç bir otağa gedməyib. Dedi, soyuq havada bizim funksiyamız insanları otaqlara yerləşdirmək idi. Bunu heç bir otağa yerləşdirməyiblər deyə bu artıq fonksiyon olmadı. B variantına baxaq. B variantında birinci adam həm A otağına gedib, həm B otağına gedib. Bu mümkün deyil. Bir adam eyni vaxtda iki fərqli otaqda olsun. Ona görə bu da fonksiyon deyil. C variantına baxsaq, birinci adam A otağına gedib, ikinci adam da A otağına gedib, üçüncü adam da A otağına gedib. Bura qədər bir problem yoxdur. Yəni, bir otaqda eyni vaxtda 3 nəfər ola bilər. Amma problem buradadır ki, üçüncü adam həm A otağına gedib, diqqət edin bura, həm də B otağına gedib. Yəni, bir adam eyni vaxtda iki fərqli otaqdadır. Bu da mümkün deyil. Ona görə bu da fonksiyon deyil. D variantına baxsaq, birinci adam A otağına gedib, ikinci adam C otağına gedib, üçüncü adam da B otağına gedib. Yəni, bu fonksiyon sayılır. Heç bir problem olmadı burada. Yenə deyirəm, otaq boş qala bilər. Soyuq havada otaq boş qala bilər. Ona görə bu tam olaraq fonksiyon olur. Cavab D variantı olur. Gəlin, baxaq, Y variantı niyə fonksiyon deyil? Baxın, burada birinci adam eyni vaxtda həm A otağındadır, həm B otağındadır, həm də C otağındadır. Belə bir şey mümkün deyil. Bu da fonksiyon olmur. 2 duruma görə fonksiyon olmur. Biri indi dedik. İkinci durum budur ki, ikinci və üçüncü adamlar otaqsız qalıblar. Bunları heç bir otağa yerləşdirməyiblər. Ona görə bu 2 duruma görə fonksiyon olmur. Yenə A və B kümələri olsun. A və B kümələrinin elemanlarını qeyd edəyim. A'nın elemanları 1, 2, 3, 4 olsun. B'nin elemanları 2, 3, 4, 5 olsun. Və A'nı B'yə eşləyən bir şey var. Şeyin adı F oldu. Yəni 1'i 2'ye aparır. 2'ni 3'e aparır. 3'ü də 4'e aparır. 4'ü də 5'e aparır. Bunun üçün də bir kural yaza bilərik. Belə bir kural yazaq. F(x) eşitdir x artı 1. Hardan bildim belə bir kural olmalıdır? Çünki diqqətlə baxırıq ki, x-a 1 yazanda cavab 2 olur. Yəni, burada x-a 1 yazsaq, burada 1 yazanda cavab 2 olur. 2 yazanda cavab 3 olur. 3 yazanda 4 olur. 4 yazanda da 5 olur. İndi sizə bir sual verirəm. Burada f 6 nə qədər olar? Yəqin f6 7'yə bərabərdir deyərsiniz. Amma f6 7 olmayacaq. Niyə görə? Çünki qalxış küməsində 6 elemanı yoxdur.
Diqqət edin bura. Biz kalkuş küməsində olan elemanları buraya yazırıq. Elədir. Kalkuş küməsində 6 elemanı olmadığına görə F6 7-yə bərabərdir deyə bilmərik. Yəni, fonksiyon ancaq və ancaq kalkuş küməsində olan elemanlara işlem yapa bilir. Baxın, bir də deyirəm. Fonksiyon ancaq və ancaq kalkuş küməsində olan elemanlara işlem yapa bilir. Yəni, biz burada F6-nı 7 olaraq deyə bilmərik. Məsələn, F8-ə biz 9 deyə bilmərik. Çünki 8 bu kalkuş küməsində yoxdur. Kalkuş küməsində 8 olmadığına görə F8-ə 9 deyə bilmirik. Və yaxud F0-a 1 deyə bilmərik. Çünki 0 bu kalkuş küməsində yoxdur. Fonksiyon bu şəkildə göstərilir. F 2 nöqtə A-dan B-yə. Hər zaman bu şəkildə görəsiniz sorularda. A burada kalkuş küməsidir, B də varış küməsidir. Yəni, bir də deyirəm, bu fonksiyon üçün biz məsələn F10-u tapa bilmərik. F10 11-ə eşit deyil, 11-ə bərabər deyil. Çünki kalkuş küməsində 10 yoxdur. Baxın, burada 10 yoxdur. Ona görə F10 11-ə eşit olmur. İndi isə gəldik fonksiyonun tanımına, yəni tərifinə. Diqqətlə qulaq asın bura. A və B boş olmayan iki küme olsun. Yəni biz demişdik ki, A və B-nin mütləq elemanları olmalıdır, boş küme olmamalıdırlar. Yəni bu cümlədə ən önəmli yer, baxın altına xətt çəkirəm, boş olmayan sözdür. A və B boş olmayan iki küme olsun. Davamını oxuyaq. A-nın hər bir elemanını B-nin bir və yalnız bir elemanına eşləyən bağıntıya A-dan B-yə bir fonksiyon denir. Baxın, burada da ən önəmli yer bu A-nın hər bir elemanını, baxın bu cümlədir, bu sözdür. Altına xətt çəkdiyim söz. Niyə görə? Çünki demişdik ki, A-da boşda eleman qalmamalıdır. Ona görə deyir, A-nın hər bir elemanını B ilə eşləşdirməlidir. A-nın hər bir elemanını, A-da boşda eleman qalmamalıdır. B-nin bir və yalnız bir elemanına eşləyən, burada da ən önəmli yer, baxın burası, altına xətt seçdiyim yer, bir və yalnız bir. Yəni biz demişdik ki, bir adam eyni vaxtda iki fərqli otaqda ola bilməz. Ona görə deyir, B-nin bir və yalnız bir elemanına eşləyən. Nəyə görə bunu yalnız bir olaraq demirik? Yəni, məsələn, bu hissəni silə bilərik. Diqqətlə baxın bura. Tanımı belə də deyə bilərik. A-nın hər bir elemanını B-nin bir elemanına eşləyən. Bir deyəndə sanki iki dənə də ola bilər kimi nəzərdə tutulur deyə. Ona görə vurğunu bildirmək üçün belə bir cümlə istifadə olunur. B-nin bir və yalnız bir. Yəni, birdən artıq ola bilməz. Siz bu tanımı başqa formada da ifadə edə bilərsiniz. Amma altından xətt çəkdiyim sözlər ki var, bunlar heç vaxt dəyişilmir. Yəni bunları dəyişə bilməzsiniz. Digər hissələr başqa cür ifadə oluna bilər. Tanımı müxtəlif formada ifadə edə bilərik. Mütləq deyil, kitab cümləsi ilə gedək. Amma mütləq bu altından xətt çəkilən yerlər olduğu kimi qalmalıdır. Tanımın ən önəmli yerləridir. Bu altından xətt çəkdiyim hissələr olmasa tanım naqis olacaq. İndi isə fərz eləyək yenə iki küməmiz var. Birinci kümə real sayılar küməsidir. İkinci küme də real sayılar küməsidir. Yəni real ədədlər küməsi. Burada da bir C olsun.
C-ni də belə bir kuralla verib, 1 bölü x. İndi sizə sual verirəm. Belə bir fonksiyon ola bilər. Xahiş edirəm videonu saxlayın. Özünüz bu haqda bir neçə dəqiqə düşünün. Ondan sonra yenə videonun davamına baxarsınız. Belə bir fonksiyon ola bilməz. Nəyə görə? Çünki bu real sayılar küməsində məsələn 1 var, 2 var. Elədir. X-a 1 yazsaq. Yəni gəlin buradan J1-i tapağın. 1 bölü 1 cavab 1 olur. Yəni bu 1-i, bu C 1-i 1-i aparır. Gəlin 2 yazağın. 1 bölü 2 olur. Yəni 2 ilə 1 olur. 2-ni də 1 bölü 2-yə aparır. Real sayılar küməsində 0 da var. 0 da var. İndi gəlin C-yə 0 yazağım. 1 bölü 0 olur. Məxrəcdə demişik 0 olmamalıdır. Yəni bunun cavabı yoxdur. Yəni bu tanımsızdır. Yəni mən buradan bu formüldən C7-ni 1 bölü 7 olaraq tapa bilirəmsə, bu o demək deyil, bu fonksiyondur. Bu bilirsiniz nəyə bənzəyir? Sizə bir sadə bir nümunə verim. Məsələn, belə bir üçgən verilib. Daxili açıları da 120 olsun, 50 olsun, bu da 20 olsun. Bu tərəfində 5 verib. Deyir, bu üçgənin çevrəsini tapın. Yəni, perimetrini tapın. Belə bir üçgən yoxdur axı. Niyə görə yoxdur? Çünki üçgəndə daxili açıların toplamı 180 dərəcə olmalıdır. O dəyişmir, sabitdir. Hər zaman 180 dərəcə olur. Amma burada daxili açıların toplamı 190 dərəcə oldu. Daxili açıların toplamı 190 dərəcə olan bir üçgən yoxdur. Olmayan şeyin çevrəsinin, perimetrin necə tapaq? Bu da eyni ilə bunun kimidir. Yəni, bu fonksiyon deyil. Fonksiyon deyilsə, biz J7-ni 1 bölü 7 olaraq deyə bilmirik. İndi, sadə bir dəyişiklik aparmaqla necə biz bunu fonksiyona çevirə bilərik? Tanımsız yapan dəyər hansı idi burada? 0. 0 idi ki, bunu tanımsız yapdı. Deməli, biz kalkış küməsindən 0-ı çıxarsaq, bu artıq fonksiyon olacaq. İndi hal-hazırda bu bir fonksiyondur. Yəni, belə bir J fonksiyonu var və biz bunu bu şəkildə göstəririk. C2 nöqtə kalkış küməsindən 0 elemanını çıxarmışıq. Gedirik varış küməsinə qədər. Baxın, bu şəkildə biz bunu göstəririk. Biz niyə görə buradan 0-ı çıxartdıq? Çünki 0 tanımsız yapırdı. Deməli, yerdə qalan ədədlər bunu tanımlı yapar. Yerdə qalan ədədlər tanımlı olur. Ona görə biz bundan sonra kalkış küməsinə, yəni bu birinci küməyə tanım küməsi deyəcəyik. İkinci kümədə dəyər küməsi adlanacaq. Bu tanım küməsi olur. Bu da dəyər küməsi olur. İndi sizə başqa bir sual verirəm. Diqqətlə qulaq asarım. Bir f fonksiyonu verilsin. Tanım küməsi olsun 0-dan 100-ə qədər. Dəyər küməsi də olsun real sayılar. Formül də bu şəkildə verilir. Sualım budur ki, buradan
F -3'ü tapın. Yəqin ki, F -3'ü gətirib bura yazıb, yəni x-in yerinə -3 yazıb 2 olaraq tapmadınız. Yəni F -3 2 deyil. Nəyə görə? Çünki bizim tanım küməsində -3 yoxdur. Burada -3 olmadığına görə biz F -3'ü 2 olaraq deyə bilmərik. Məncə tam aydın oldu bu tanım küməsi məsələsi. Amma deyilsə ki, F 20'ni tapın, bəli, bu zaman F 20'ni tapmaq olar, çünki 20 tanım küməsində var. Burada 20 yazsaq, cavab 25 olacaq. Deməli, bundan sonra bu A küməsinə tanım küməsi, B küməsinə dəyər küməsi, bir də var görüntü küməsi. Görüntü küməsi nədir? Görüntü küməsi bu əlimizdə olan bütün otaqlar deyil. Yəni bu bütün otaqlar görüntü küməsi sayılmır. Görüntü küməsi ən az bir insanın getdiyi otaqlardır. Baxın, bu hissə olur görüntü küməsi. Ən az bir adamın getdiyi otaqlar, yəni dolan otaqlar. O otaqlar ki, artıq dolub, onlar görüntü küməsi adlanır. Və FA olaraq işarələyirik bunu. Deməli, bu tanım küməsi oldu, bu dəyər küməsi oldu, bu da görüntü küməsi oldu. Baxın, ancaq bu hissələr. Və biz bunu yazanda bu şəkildə yazırıq. Bu F fonksiyonudur. Və yazanda bu şəkildə yazırlar bunu. F 2 nöqtə A-dan B-yə bir fonksiyon. İndi gəlin bu dediklərimizə aid sorulara baxaq. Yəni bu dediklərimizi praktik olaraq sorulara tətbiq edə biləyik. Burada birinci soruya diqqətlə baxaq. F fonksiyonu verib A-dan B-yə, formülünü də verib. A-nı soruşur bizdən. Biz əvvəl bilməliyik, soruda bizdən nə istənilir? Bildik A-nı soruşur, amma bu A nədir burada? Burada A nədir? Bax, bunu bilmək lazımdır. Bunun mahiyyətinə varmaq lazımdır. A-nı soruşur, yəni nə? Baxıram, burada A hardadır? Baxın, A buradadır. Bu A tanım küməsidir, elədir. Bundan əvvəl danışdıqlarımız. Demişdik ki, F 2 nöqtə A-dan B-yə. Bu birinci nə idi? Tanım küməsi idi. İkinci nə idi? Dəyər küməsi idi. Deməli, bizdən A-nı, yəni tanım küməsini istəyir. İndi bunu deyim ki, həmişə birinci X olur, yəni tanım küməsi X-dır. Dəyər küməsi də Y və yaxud Fx. Y, Fx eyni şeydir. Həmişə belə olacaq bu. Yəni, tanım küməsi X-in qiymətləri. Yəni, buradan bizdən A-nı soruşur, yəni X-in ala biləcəyi qiymətləri soruşur. X hansı qiymətləri ala bilər? Onun üçün baxıram bizə verilən bu formülə, bu fonksiyona. Fonksiyonda problem yarada bilən yer kökdür.
kökdə harda problem olur? Kökün altı mənfi olanda. Kökün altı mənfi ola bilmir. Real sayılar küməsində kökün altı mənfi olmur deyə biz nə etməliyik? Burada olan kökün altında olan ifadəni sıfırdan böyük bərabər eləməliyik və buradan da x mənfi 3-dən böyük bərabər olur. Yəni x bərabər olur mənfi 3 müsbət sonsuzluq. Elə biz A-nı tapmış olduq, yəni tanım küməsini tapmış olduq. Mənfi 3 müsbət sonsuzluq. Mənfi 3 özü də bura daxildir, ona görə cavab olur B variantı. Baxın bu şəkildə. Yəni sorunun mahiyyətinə varınca daha yaxşı aydın olur. İkinci soruya baxaq. Yenə F verib A-dan B-yə, formülün verib və A-nı soruşur. Artıq bildik A nədir? A nə idi? Tanım küməsi. Yəni bu x-sı, bu da y və yaxud fx-sı. Fx yazaq. A-nı soruşur, yəni x-in ala biləcəyi qiymətləri soruşur. Baxın, bizim fonksiyonda problem yaradan bir şey yoxdur. Yəni kök yoxdur, məxrəc yoxdur. Kök olanda kökün altı mənfi ola bilmir. Məsələn, mənfi 5 yoxdur. Məxrəc olanda, daha doğrusu kəsr olanda, kəsrdə məxrəc 0 ola bilmir. Yəni problem yaradan yerlər bunlardır. Amma burada nə kök var, nə kəsr var. Ona görə bu ifadədə x-a bütün ədədləri yazmaq olar. İstənilən ədəd yazmaq olar. Ona görə burada x real olur, yəni real sayılar. Eləsə A da elə real olacaq. Cavab olur A variantı. Üçüncü soruya baxaq. Bu fonksiyonda kəsr varsa və məxrəcində də x varsa artıq burada problem olacaq. Problem nədir? Məxrəc 0 ola bilər. Məxrəci 0 eləyən dəyər nədir? Onu tapaq. Məxrəci 0-a bərabər 50. X 4-ə bərabər olur. Yəni x 4 olanda məxrəc 0 olur. Ona görə bunun fonksiyon olması üçün mütləq burada olan tanım küməsi R-dən çıxırıq 4-ü. Baxın, bu şəkildə olmalıdır. Cavab olur C variantı. Baxın, əgər biz bu fonksiyonu bu şəkildə yazsaq, R-dən R-yə, bu artıq fonksiyon deyil. Nəyə görə? Çünki bu R-nin içində 4 var. 4-ü də aparıb burada x-in yerinə yazanda 7/0 olur. Bu da tanımsız olduğundan bu fonksiyon olmayacaq. Yəni 0-ın gedəcəyi bir yer yoxdur axı. 0-ın gedəcəyi bir yer yoxdur. Ona görə, yəni belə deyək, əvvəlki danışdıqlarımızda necə idi? 0-ın gedəcəyi bir otaq yoxdur. 0-ı hansısa bir otağa yerləşdirmək olmur deyə. Ona görə bu fonksiyon sayılmır. Amma bu şəkildə yazsaq, R-dən o problem yaradan ədədi çıxarsaq, yəni tanım küməsindən tanımsız yapan dəyəri çıxarsaq, artıq bu fonksiyon olar. Fonksiyonu müxtəlif formada göstərirlər. Yəni fonksiyonu qrafiklə göstərə bilərlər, formüllə göstərə bilərlər və fonksiyon bu şəkildə də ifadə olunur. Bunun fonksiyon olub olmadığını hardan biləcəyik? Onu deyim sizə. Baxın, burada yenə F A-dan B-yə verilib. Deməli, bu A qalxış küməsidir, B də varış küməsi. Hər zaman qalxış küməsi insanlar olacaq. Bunu belə qəbul eləmişik, daha yaxşı yadda saxlamaq üçün. Varış küməsi də otaqlar olacaq. Bir də deyirəm,
kalkış küməsi insanlar olacaq, varış küməsi də otaqlar olacaq. Aşağıdakı bağıntılardan hangisi fonksiyondur? A variantından başlayalım. Baxın burada A, B, C insanlardır. A insanı Y otağına gedib, B insanı F otağına gedib, C adlı insan da D otağına gedib. Baxın bu fonksiyondur. Heç bir problem olmadı burada. Cavab A variantı oldu. Digər variantlara baxaq. Görək onlar niyə fonksiyon olmur. Baxın A adlı insan Y otağına gedib. B insanı o da Y otağına gedib. İki insan bir otağa girə bilər. Bu problem deyil. Bu fonksiyondur. C Y'ye gedib. A da B de C də eyni bir otağa giriblər. Bu da ola bilər. Problem yoxdur. A B'ye gedib. Diqqət edin bura. A insanı həm Y otağına gedib, həm də B otağındadır. A insanı eyni vaxtda həm Y otağında, həm B otağındadır. Bir adam eyni vaxtda iki fərqli otaqda ola bilməz. Ona görə bu fonksiyon deyil. C variantına baxaq. A D'ye gedib. A Y'ye gedib. A F'e gedib. Yəni bu o deməkdir ki, bir insan eyni vaxtda 3 dənə otaqdadır. Yəni bir insan elə bir 3 yerə bölünüb. Bu da mümkün deyil. Ona görə bu da fonksiyon deyil. D variantına baxsaq, B Y otağına gedib. C də F otağına gedib. Amma A qaldı. A otaqsız qaldı. A-nı hansısa bir otağa yerləşdirməyiblər. Ona görə bu da fonksiyon olmur. Və sonuncu variantda A A'ya gedib. Burada çox kobud bir səhv olub. A insandır. Amma burada ikinci hissə ki var, bura. Bu otaq olmalıydı. Yenə də insanı yazıblar. A A'ya girib. Bu doğru deyil. Ona görə bu fonksiyon olmur. Yəni bu formada olan bağıntıların da fonksiyon olub olmadığını bu şəkildə müəyyən edirik. Fonksiyonu düstur formasında da verə bilər. Formülla verə bilər. Əgər fonksiyonu formülla versə, necə bilək ki, bu fonksiyondur ya yox? Onun metodunu deyim sizə. Aşağıdakı bağıntılardan hangisi fonksiyondur? Bura diqqət edin. Bax, bu sorunun ən önəmli yeri budur. Buna diqqət edin. Biz dedik ki, hər zaman bura x olur. Bu da y olur. Y veya fx. A variantından başlayaq. Əvvəlcədən bunu deyim ki, düstur formasında, formülla veriləndə, əgər y-nin, yəni y-in üzərində çift sayı varsa, baxın bir də deyirəm, y-in üzərində çift sayı, yəni cüt ədədi varsa, o fonksiyon sayılmır. Baxaq variantlara. Məsələn, burada y-nin üzərində, y-in üzərində cüt ədədi var. Ona görə bu fonksiyon sayılmır. Burada da var. Ancaq y-nin üzərində, yəni y-in üzərinə baxırıq. Bu da fonksiyon sayılmır. Sonra, əgər y modulda olarsa, mutlaq dəyərin içində olarsa, bu da fonksiyon sayılmır. Məsələn, y variantına baxanda y moduldadır. Bu da fonksiyon sayılmır. Qaldı A ilə B. Yəni, bu A ilə B-də y-in üzərində çift sayı yoxdur. Cüt ədəd yoxdur. 1 var, yazılmayıb. 1 də tək ədəddir. Eləcə burada da. Bəs hardan biləyik bunlardan biri fonksiyondur? Hardan biləyik hansıdır o fonksiyon?
Bu fonksiyon olmayacaq. Niyə görə? Çünki gəlirik bura. Baxın, x-i nə verib burada? X real sayılardır. Yəni bütün ədədlər. Yəni bu real sayılarda 0 var. Bu 0-ı gətirib buraya yazsaq, 0-ı bu x-in yerinə yazsaq, payda, yəni məxrəc 0 olar. Ona görə bu fonksiyon sayılmır. Əgər belə versəydi, o problem yaradan ədədi oradan çıxsaydı, onda burası da fonksiyon olardı. Yəni bu da fonksiyon olardı. Amma hal-hazırda bu fonksiyon deyil. Cavab olur A variantı. Yəni bir daha deyirəm. Əgər formülla verilibsə, formülün fonksiyon olub olmadığını hardan bilirik? Əgər y-in üzərində çift sayı varsa, yəni cüt ədəd varsa, y modulla, yəni mutlaq dəyərdədirsə, bunlar fonksiyon olmur. Niyə görə elə olur? Mən bunu izah edimsə, onda daha yaxşı aydın olacaq. Bunu izah eləmək üçün fonksiyon olmayan variantlardan birini götürək. Məsələn, D variantını götürək. D variantında bu dediyi fonksiyon deyil. Bunu yazağım bir tərəfə. Gəlin x-a hər hansı bir ədəd yazağım. Məsələn, x-a 5 yazağım. X-a 5 yazanda y-i tapağın. Və bilirik ki, y-in üzərində kvadrat olanda müsbət mənfi 3. 2 tane cavab olur. Belə deyə, belə yazaq. Y eşitdir eksi 3-ə, y eşitdir artı 3-ə. Yadızdadırsa bunu belə göstərirdik biz fonksiyonu izah eləyəndə. Yəni demişdik ki, bu x-ı, yəni qalxış küməsi. İnsanlar küməsi, bu da y-dir, yəni varış küməsi. X-dan bir eleman götürdük, məsələn 5. 5-ə uyğun 2 dənə cavab aldıq. Eksi 3, bir də 3, artı 3. Baxın bura, x-a 5 yazanda y-miz həm eksi 3 oldu, həm də artı 3 oldu. Yəni bu 5-ci adam, 5 nömrəli adam eyni vaxtda 2 fərqli otağa girmiş oldu. Ona görə bu fonksiyon olmur. Ona görə y-in üzərində çift sayı olanda fonksiyon olmur. Eləcə də y mutlaq dəyərdə olanda da mutlaq dəyərdə olsa eşitdir 5. Yenə burada 2 tane cavab alırıq. O yüzden bu da fonksiyon olmur. Səbəbi budur.